Salam dostlar. İşimin 5-ci günü və son gündür. Artıq çəkmək istəmirəm. Sadəcə dedim ki, işimin ilk həftəsini özüm üçün çəkim, həm də sizin üçün paylaşdım. Saat 16:07-dir və səhər hardasa 9-dan buradayıq. Yemək falan da yeməmişik. Arı gibi çalıştık vallahi. Avtobusdan düşdüm dostlar. Saat 18:05. Bugün çok material çəkə bilmədim çünkü səhər 10-dan 11-in yarısından elə bir də başımı qaldırdım ki 5'e işləyibdi. Hardasa 6 saat dayanmadan işləmişəm, başım qarışıq falan. Həftə belə bitdi. Təzə sağalmışdım amma dünən səhər oyananda boğazımın şişməyi mənə də sürpriz oldu. Günəşdən nəfs vurur. Günəş yoxdur da, işıq. Neyse. Boğazım ağrıyır yenə. Bugün bütün gün öskürmüşəm. Siro balasıydım, o da pul qalmadı. Maaşı iplə çəkirəm da, yəni. 5-ci günə belə bitdi.